Salam əziz izləyicilər, 12 oktyabr 2025-ci il güvən imtahanı 11-ci sinif 3-cü qrup ədəbiyyat testlərinin izahı ilə başlayaq. Şifahi xalq ədəbiyyatı janrlarının müqayisəsi ilə bağlı bizdən səhvləri soruşacaq. Veribdir, nəğmə və əfsanə janrı üçün görək bu fikir ortaqdırmı? Bir çox nümunələri ailə məişət mövzusunda olur. Nəğmələr üçün biz bunu deyəcəyik, amma əfsanə üçün biz bu fikri səsləndirə bilmirik. Ona görə bir yanlışdır. Atalar söz və bayatı bir sıra nümunələri dərin məna ifadə edir. Bu hər iki janr üçün ortaqdır. Nağıl və tamaşa həcmsə kiçik janrlar hesab olunur. Nağıl üçün deyirik ki, tamaşa üçün deyə bilmirik. Biz bunu oyun və yanıtmaz, uşaqların hərəkətə olan ehtiyacı, yanıtmazda hərəkət məsələsi deyil, şifahi nitqin inkişafı üçündür. Ona görə bu da səhvdir. Lətifə və rəvayət bütün nümunələri nəsrlə yazılır. Bəli, bu fikir doğrudur. Yanlışları soruşduğu üçün 1, 3, 4, o da B variantı. Təsvir və ifadə vasitələrini bizdən soruşur. Bu zərif sevdaya gücün çatarmı? Oyaqdır içimdə qorxular, oyaq. Gücün çatarmı? Burada bədii sual var, cavabı yoxdur. Digər ki, baxışın üfüq boyunca çərpələng uçuran uşaqdır. Uşaq. Aha, baxışı bənzədibdir çərpələng uçuran uşağa. Yəni təşbih nümunəsi var burada. Daha sonra bu zərif sevdaya gücün çatarmı? Oyaqdır içimdə qorxular, oyaq. Oyaq, oyaq sözləri, uşaq, uşaq sözləri burada təkrir olacaq. 1, 5, 6, hələ ki baxıram 1, 5, 6. İndi baxım. İçimdəki qorxular oyaqdır. Birincisi, qorxu oyaq ola bilməz, insan oyaq olar. Burada köçürmə var, yəni metafor nümunəsi işlənibdir. 1, 3, 5, 6. Hansı variantdır? Budur. Müəllim, niyə 4 mübaliğə deyil, B ilə D variantı bir-birinə bənzəyəcək? Burada mübaliğə şişirtmə yoxdur. Ona görə cavabımız D variantı. Roman üçün doğru, komediya üçün səhv fikri soruşur. Əsas süjet xətti ilə yanaşı əlavə xətlər də yer ala bilər. Bəli, bu doğru fikirdir. Povest kimi yalnız nəsrlə yazılır. Bu yanlışdır. Romanlar həm nəzm, həm nəsrlə yazılır. Həcm baxımından böyük olur. Məzmununa görə müxtəlif növləri var. Bəli, bu fikir doğru fikirdir. Kədərə səbəb olan məqamlara da geniş şəkildə bu səhvdir. Komediyada o faciədir. Bu səhv fikirdir. Deməli, komediya üçün səhv fikirdir. Götürəcəm. Müəllif haşiyə çıxa əsərdə gülüş doğuran hadisələrin səbəbi haqqında məlumat verə bilməz. Bəli, bu doğrudur. Çünki dram əsərlərində müəllifin müdaxiləsi mümkün deyil. Komediya üçün ictimai gülüş, demək, ictimai əxlaqi məna daşıyan gülüş. Bəli, buradakı gülüş adi lağlağalı gülüş yox. Bəli, ictimai əxlaqi məna daşıyan gülüşdür. Bu komediya üçün doğru fikirdir. Deməli, cavabımız oldu 1, 3 və 4. O da A variantı. Daha sonra nümunədə işlənməyibdir nə? Düşüb söz selinə dəli bir həvəs. Dəli həvəs nədir? Epitetdir, getdi. Bu iti şəhərin, bu ləng şəhərin. Burada iti sözü sürətli mənasındadır. İti və ləng sözləri bir-biri ilə nə oldu? Bədii təzad oldu. Yonduğun daşların tozuna dəyməz, yonqar adamların nəhəng şəhəri. Deməli, deyir ki, bu iti şəhərin, bu ləng şəhərin, deməli, söz selinə dəli bir həvəs düşübdür. Nəhəng şəhərlərin yonqar adamları, yonqar taxtadan, yonurdan müəyyən bir alət düzəldir. Nəhəng şəhərlərin yonqar adamları sənin yonduğun daşların tozuna da dəyməz. Burada, deməli, şəhərin sözü bu sözləri təkrirdir. Ona görə bu variantda çıxıram. Qaldı cavab variantımız. Mübaliğə yoxsa litota, kiçiltmə. Baxaq. Baxın, bu son iki misrada deyir ki, nəhəng şəhərlərin yonqar adamları sənin yonduğun daşların tozuna da dəyməz. Burada hadisənin kiçildilməsi var. Yəni, bir şeyi çox kiçik göstərmək, dəyərsiz saymaq mənasında işlənibdir də. Yəni, sənin yaratdığın, əməyin ilə düzəltdiyin şeylərin tozuna belə dəyməz. Yəni, sənin qədər dəyərli, sənin qədər səviyyəli, sənin qədər fədakar deyirlər. Burada litota var, amma mübaliğə yoxdur. Ona görə cavabımız nə olacaq? C variantı olmuş olacaq. Daha sonra, ixtiyar dağların döşündə meşə, qayalar yüksəkdən baxır keçmişə, meşə keçmişə, A. Ağaclar baş-başa çatılmış burada, günəş salam verir bu doğma yurda. Burada deyək ki, B qafiyəsində bu şəkildə biz göstərsək, təhkə əsasında bizdən doğrunu soruşur. Təhkə əsasında yazılmış əsərlərə nümunə göstərilə bilər. Biz bilir ki, klassik poemalar məsnəvi şəklində qafiyələnibdir.
Bu da Səməd Vurğunun indi bilmirik, bilməyə bilərsiniz də. İndi məsələn uşaqlar bilmir ki, bu Səməd Vurğunun Tavustan poemasından bir nümunədir. Amma əsərin deyək ki, janrını bilməyə ehtiyac yoxdur. Təhkə əsasında yazılmış əsərlərə nümunə göstərilə bilər. Nəyinə əsasən deyirik? Biz bunun qafiyələrinə əsasən məsləmi şəklində qafiyələnib istəyir. Töhfət İraqin poeması olsun, Dəhnamə poeması və s. Nizaminin poemaları. Ona görə A variantı doğrudur. Peyzaj lirikası səhvdir, ictimai lirika səhvdir, bayatı olduğunu düşünə bilmərik. Niyə düşünəcəyik ki, biz qafiyəsi axı bayatı da belə deyil. Qafiyədən istifadə olunmayıbdır, bəs bunlar nədir? Keçmiş, meşə, burada, yurda. Ona görə burada doğru variantımız olacaq A variantı. Tip və xarakter haqqında fikirlərdən hansı doğrudur? Öncəliklə tip və xarakter anlayışlarına bir aydınlıq gətirək. Nədir tip? Tip bir zümrənin, bir xalqın və ya dövrün nümayəndəsini özündə əks etdirən ümumiləşmiş bir obrazdır. Yəni tip dedikdə tək bir insan yox, bir çox insana xas xüsusiyyətlərin ümumiləşmiş formasıdır. Məsələn, Molla Nəsrəddin xalq müdrikliyinin tipidir, Koroğlu igidlik, qəhrəmanlıq tipidir, aydındır. Yaxud da ki, deyək ki, Novruzəli, Cəlil Məmmədquluzadənin Poçqudsi hekayəsinin qəhrəmanı cahillik və sadəlövhlüyün tipidir. Nə bilim, deyək ki, Cəlil Məmmədquluzadənin məsələn, kim idi o? Obraz yadımdan çıxdı. Obrazın adı, Qurbanəli bəy, məsələn, Qurbanəli bəy hekayəsində o bir tip nümayəndəsi kimi göstərilə bilir də, o dövrün bəylərinin ümumiləşmiş obrazı kimi. Amma xarakter nədir? Xarakter bir obrazın özünə məxsus fərdi xüsusiyyətlərinin, düşüncələrinin, davranış tərzinin cəmidir. Yəni, xarakter tək bir insanın daxili aləmini, düşüncəsini, belə deyək, iradəsini göstərmiş olur, düzdürmü? Məsələn, biz Dərzi şagirdi Əhməd nağılında, məsələn, Əhməd haqqında deyə bilərik ki, sakit, təmkinli davranışı onun xarakteridir, düzdürmü? Bu mənada, belə deyək də, bu mənada tip və xarakter anlayışları bir-birindən fərqlənmiş olacaq. İndi variantlar üzərindən baxsaq, A variantında yazır ki, tip mənfi, xarakter isə müsbət anlayışı, deməli, anlayışları ilə bağlıdır. Bu fikir səhvdir. Tip termini əsərdəki əsas surətlər xarakter üçün epizodik surət səhvdir. Tip lirik qəhrəman, xarakter isə bədii əsərin. Bu da səhvdir. Tip nəzmlə tamamilə mənasız bir fikirdir. Tip ümumiləşdirmə yolu ilə yaranır. Xarakter isə fərdiləşmə. Bəli, mən izahımda da bunu qeyd elədim. Cavabımız olacaq Y variant. Bizdən nə soruşacaq? 67-də mübaliğə işlənibdir. Bir ovuz torpağa dönüb yerində üstünə düşəni göyərdir, ürək yoxdur. Mübaliğə nədir? Şişirtmədir, hadisə olduğundan daha artıq. Ah çəksəm, ahıma dinər ulduzlar, vay 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 vay. Burada hadisə necə şişirdilibdir? Göylərdən yerlərə enər ulduzlar hətta. Torpağın alnında puçur-puçur tər, dumana bürünüb yatıb puçurlar, heç nə yoxdur. Yəni mübaliğə baxımından deyirəm, heç nə yoxdur. Ağladın, sızladın, bir əsr tamam, 100 il ağlayıb sızlayıb. Gözümün yaşından da göləmədə gəlibdir. Təbii ki, bu hadisə şişirdilib. Heydər baba, bir ah çəkeyim, sən əri. Mən ah çəkməklə Heydər baba dağı əriyəcək. Deməli, şişirdilib hadisə 2, 4, 5, o da A variantı. Hansı fikirlər tapmacalara aid edilə bilər? Deməli, aid olduğu ədəbi növə görə lətifədən fərqlənir, səhvdir. Lətifə də tapmacada epik növdür. Bir olan variantları həmən sildim. Nəzmlə və nəsrlə nümunələri, bəli, tapmacalar həm nəzm, həm nəsrlə yazılır. Oxşar səslər, o səs oyunu üzərində qurulması, oxşar səslərin söz birləşmələrinin əvəzlənməsi prinsipinə əsaslanır. O yanıtmazdır, ona görə 3-ü də sildim. Cavabımız 2, 4, 5 qalacaq. Bu janrda hadisə və ya şəxs haqqında danışarkən məcazi məna əsas götürülür. Doğrudur, obrazlı təfəkkür, məntiqi düşüncə, bu da doğru variantımız. 2, 4, 5, Y variantı. Qəsidə ilə bağlı bizdən doğru fikirləri soruşur. Şifa xalq ədəbiyyatına ciddi təsiri olan janrdır, səhvdir. Müəllifin adına yer verilməsi onu qitədən fərqləndirir. Bəli, qitənin son beytində müəllifin təxəllüsü işlədilmir, amma qəsidədə, qəzəldə işlədilir. Ona görə B doğrudur. Bütün nümunələri zəmanədən şikayət səhvdir. Minazat, nət, məhdiyə, mərsiyə, fəxriyə, müxtəlif növləri var. Təhkə əsasına yazılan janrlar, qəsidə,
Bu ifadə yanlışdır. Son beytin qafiyə quruluşu digər beytlərdən fərqlənir. Son beytin qafiyə quruluşu ilk beytdən, digər yox, ilk beytdən fərqlənir. Çünki bu şəkildə A, B, A, C, A, D, A deyək ki, bu da onun YA son beytidir. Son beyt A'dan, birincidən, daha doğrusu birinci beytdən fərqlənir qafiyə quruluşu, digər beytlərdən yox. Bu da səhv variantdır. Cavabımız olacaq B variantı. Nağılın növlərinə aid xüsusiyyətlər verilibdir. Ardıcıllığı müəyyən edək. Deməli, qeyri-adi qüvvələrə yer verilibdir. Qeyri-adi qüvvələrə yer verilir. Təbii ki, sehirli nağıllarda, baxıram bu şəkildə. Haqsızlıq, ədalətsizliyə qarşı mübarizə. Biz bunu heyvanlar haqqında nağıllarda görürük. Sadəliyi, xeyirxahlığı, təvəzzökarlığı ilə seçilən qəhrəmanlara rast gəlinir. O da məişət nağıllarında. Cavabımız nə olacaq? C variantı olmuş olacaq. 71-ci sual. Nümunənin daxili bölgüsü ilə bağlı hansı fikirlər doğrudur? Misra daxili bölgü, fasilə. Yerlərin, göylərin daldım seyrinə, fikirlər, duyğular məni atmadı. Könüldən keçənin %1-nə, ömür bəlkə çatdı, bəlkə çatmadı. Biz bu şeiri oxuyarkən 3-cü misranı bir nəfəsə deyirik. Yerlərin, göylərin daldım seyrinə, fikirlər, duyğular məni atmadı. Könüldən keçənin %1-nə, ömür bəlkə çatdı, bəlkə çatmadı. 6+5 deyir misralarda, amma biz 3-cü misranı bir nəfəsə deyirik. Ona görə 3-cü misra digərlərindən fərqlənəcək. Variantımız varmı? 3-cü misranın daxili bölgüsü digərlərindən fərqlənir. 72. Verilmiş bədii təsvir həm də ifadə vasitələrinin hansına və ya hansılarına nümunənin bütün misralarında yer verilibdir. Maraqlıdır. Qala idim, möhrə söküldüm. Yəni verilmiş bədii təsvir yaxud ifadə vasitəsi fərq etməz. Bütün misralarda var deyir. Qala idim, qala kimi idim, möhrə söküldüm. Xəzəl olub, xəzəl kimi olub yollarına töküldüm. Bir vulkan kimi idim, yerin təkinə çəkildim. Quru sönmüş kül kimi olmuşam indi isə. Yalnız nə var? Təşbih. Hardadır? Yalnız təşbih Y variantı. İnversiya. Deməli, möhrə söküm, yollarına töküldüm, yerin təkinə çəkildim. Bunlarda yoxdur inversiya. Yalnız son misrada var. Ona görə inversiya olan bəndlər gedəcək. Metafor, mübalağa, təşbih, metafor. Bunlar da biz bütün misralarda görə bilmirik. Ona görə cavabımız nə olacaq? Y variantı olmuş olacaq. Növbəti 73. Bizdən səhv fikirləri soruşur. Müxəmməsin orta bəndlərinin qafiyə quruluşu rübai ilə eynidir. Müxəmməs 5-likdir, rübai 4-lükdür. Deməli, ilk bənddə 5 dənə A olacaq, sonra 4 dənə B, 1 dənə A, 4 dənə C, 1 dənə A bu şəkildə. Qısası və rübai 4-lükdür bulan qafiyə quruluşu necə eynilik təşkil edə bilər? Bu səhvdir. Dram janrında olan əsərlərdə gülüşə səbəb olan məqamlara rast gəlmək mümkündür. Bəli, mümkündür. Şəkli xüsusiyyətlərinə görə qitəni qəzəldən fərqləndirmək mümkündür. Bəli, şəkli xüsusiyyətlərinə görə ortaq fikirlər var, hər ikisi beyt şəklindədir. Amma baxın, şəkli xüsusiyyətlərinə görə, məsələn, qitə və qəzəlin fərqi nədir? Qafiyə quruluşuna görə fərq var, həcminə görə fərq var və s. və ilə axır. Mövzusuna görə fərq var. Bu baxımdan bu doğru fikirdir. Nəsr hissəsi çox olan poema yalnız nəzmlə yazılır. Səhv fikirdir. Remarkanın nəzmlə yazıldığı, remarka yalnız nəsrlə yazılır. Ona görə bu da səhvdir. Cavabımız olacaq 1, 4, 5. O da D variantıdır. Müxtəlif məzmunlu şeirlər haqqında ümumi məlumat verilibdir. Yaxşı. Hansı şeirdə tərənnümün olmadığını demək mümkündür? Baxaq. Deməli, tərənnüm olmasın deyir. Bir də nə yazır? Müəllif yağış yağır. Yağışdan sonra da təbiətin deyək ki, cana gəlməsini inandırıcı şəkildə göstəribdir. Tərənnümdə nə olar? Müsbət fikirlər ön planda olar, düzdürmü? Xoş əhval ruhiyyə. Bu var. Cıdır düzünün Daşaltı çayının müəllifdə səbəb olduğu heyranlıq. Bu da var. Biganəlikdən gileylənmək, bu tərənnümdə bilir ki, xoş əhval ruhiyyə öz əksini tapacaq, ona görə bu yoxdur. Deməli, tənqid məsələsi tərənnüm olmaz. Şeirdə sözün sehrindən yan-yana düzülmüş sözlərin böyük məna ifadə etməsindən bəhs olunur. Bəli, burada olar. Tərənnüm olmaz deyirsə, cavabımız olacaq 3 və 4, cavabımız D variantı. Ədəbi növlərlə bağlı fikirlərin verildiyi cədvəldəki uyğunluğu bizdən soruşur.
Fikirləri veribdir. Ədəbi növə aid fikirlərin verildiyi cədvəldəki uyğunluğu bizdən soruşur. Fikri verilibdir, doğru yanlışlığına baxıram. Yalnız epik növdə sujetin mərhələlərini görmək mümkündür. Səhv fikirdir. Dramatik növdə də mümkündür. Deməli, yanlış fikirdir, qabağından yanlışı veribdir, deməli doğrudur. Hər üç ədəbi növün nəzmlə və nəsrlə yazıla bilən nümunələri, lirik növ yalnız nəzmlə yazılır, səhv fikirdir, qabağından doğrunu veribdir, uyğunsuzdur. Həcmcə yığcamlıq lirik növün əsas şərtlərindən biridir, düz fikirdir. Deməli, düz fikirdir, amma bunun qabağından yanlış veribdir. Epik növdə olan əsərlərdə həyata əks etdirmə üsulu kimi tək gedən istifadə olunur, düz fikirdir, qabağından da düz veribdir. Deməli, təbiət təsvirlərinə geniş yer vermək hər üç ədəbi növ üçün, geniş yer vermək daha çox epik əsərlər üçün xarakteri xüsusiyyətdir. Yanlış fikirdir, qabağından yanlışı verib düzdür. Cavabımız oldu 1, 4, 5, o da B variantı. Bədii əsərdə bəhs olunan hadisələrin mərkəzində duran əsas surət, əsərdə ilk çətinliklə qarşılaşır. Planı pozulur. Həmin epizodla sujetin hansı mərhələsinə keçid baş verir. Bax, keçidi soruşur. Deməli, əsərin mərkəzində duran əsas surətdir ki, ilk çətinliklə qarşılaşır və onun adlı planları pozulur. Planları pozulursa artıq o düyün nöqtəsinə gedir. Ekspozisiyadan çıxıbdır. Deməli, Zavyaska nöqtəsinə doğru gedir. Keçid baş verir Zavyaska. Cavabımız olacaq nə? A variantı. 77. Ağıllı uşaq nağılı ilə bağlı hansılar doğrudur? Baxaq. Deməli, kənddəki qoca xanın sevdiyi heyvanı, yəni keçini təxmin edə bilmədiyinə görə özünü qınayıb. Belə bir fikir yoxdur. Xanın hər üç sualını cavablandırmaq üçün şəhərə getmək lazım olur. Hər üç sualını cavablandırmaq üçün yox. Keçi məsələsini, sevdiyi heyvan məsələsini, ona görə bunu da silirəm. Xanın öz səhvini etiraf etməsi, xan öz səhvini etiraf etmir. Nağıldakı çoban surəti hadisələrin inkişafında ciddi rol oynayan surətlərdən deyil, yəni episodik surət kimi gedir. Düz deyil, əsas surət deyil. Kənddəki qocaları uzaqlaşdırmaq fikri xanın baş məsləhətçinin ağlına gəlir, bu da doğrudur. Cavabımız oldu nə? E variantı. 78. Deməli, bizdən doğru fikirləri soruşur. Deməli, doğru fikri soruşur bizdən. Əruzdan fərqli olaraq heca vəznində sözün bütövlüyü qorunub fikri yazılsa səhv olar. Səhv nə yazılar? Doğru olardı. Bu getdi. Uzun və qısa hecaların bir-birini izləməsi müşahidə olunur. O əruza aiddir də, hecaya aid deyil. Bu da səhv. Əruzdan fərqli olaraq heca vəznində ölçüyə əməl olunur. Ölçü nədir? Vəzn. Misraların həzmi bərabər tutulur. Bəli, bu həm əruzdadır, həm hecadadır. Ona görə deməli, bu fikri mən bura yazsam, fikir olaraq səhv olar. Burada da yazır ki, fikir səhv olar. Buna görə bunu götür. Əruzdan fərqli olaraq hecada sərbəst şeirin təsiri müşahidə olunur. Bunu yazsam doğru olar. Doğru olmaz, səhv olar. Sərbəstdə hecanın təsiri müşahidə olunur. Ahəngdarlıq müşahidə olunur. Hər ikisinə müşahidə olunur. Ona görə yazsam doğru olar, yox, yazsam yanlış olar. Yəni bu hecanı əruzdan fərqi deyil. Ona görə cavabımız nədir? C variantı. 79. Şifahi xalq ədəbiyyatına aid edilmiş fikirlərdən hansılar səhvdir? Baxaq. Deməli, şifahi xalq ədəbiyyatına aid fikirlərdən hansılar səhvdir? Yazılı ədəbiyyatdan fərqli olaraq şifahi ədəbiyyatın dramatik növü digər iki növdən gec yaranıbdır. Yazılı ədəbiyyatdan niyə fərqli olsun ki? Yazılı ədəbiyyatda elə dramatik növ digər iki ədəbi növdən gec yaranıbdır. Bu səhvdir. 5-ə də baxıram. Müxtəlif canlıların münasibətindən bəhs etdiyi üçün Səməndər. Müxtəlif canlı dedikdə bitki də canlıdır, düzdür? Heyvanlardan bəhs etdiyi üçün, heyvanların münasibətindən bəhs etdiyi üçün Səməndər quşu zoonomik əfsanədir. Ona görə bu da səhvdir. Cavabımız olacaq nə? C variantı. 80-ci sual. Nümunədə hansı təsvir və ifadə vasitəsi işlənibdir? Bazanın tüstüsü boz yuxu kimidir. Axşamdan adlayıb təzə gün gəlir. Evlər ağ ümmanda bir neçə gəmi bu qış gecəsində bir kənd dincəlir. Bazanın tüstüsü boz yuxu kimi. Burada nə olacaq? Burada bənzətmə, təşbih var. Axşamdan deməli adlayıb təzə gün gəlir. Burada axşam və gün sözləri burada nədir? Bədii təzad nümunəsi yaradacaq. Cavabımız olacaq 1-5. Müəllim, kənd dincəlir. Burada kənd cəmaatını bəzən nəzərdə tutulur. Bəlkə metonimiyadır. Yox, burada kəndin dincəlməsi əslində metafor nümunəsi var. Metaforda variantlarımızda yox. Buna görə cavabımız nə olacaq? 1 və 5.
Davam edirəm 81-dən. Satirik gülüşdən istifadə olunmuş əsər haqqında fikirlərdən hansının doğru olduğunu əminliklə söyləmək mümkündür. Söhbət bədii gülüşün satirasından gedir, yumorundan getmir. Dramatik növdə yazılmışdır həmin əsər. Həmin əsər lirik növdə də yazıla bilər, epik növdə də. Müəllifin barışmaz mövqedə durduğu bax, bəli, barışmaz mövqe. Deməli, satirik gülüşdə var. Ona görə cavabımız B-dir. Nəzmin əsas xüsusiyyətləri məsələsi yoxdur. Lirik qəhrəman bu səhvdir. Yumuşaq islah edici o yumorlu bizə deyir. Ona görə bizdən amma satiradan söhbət gedir. Yumordan söhbət getmir. Ona görə cavabımız nə olacaq? B variantı. Nümunə ilə bağlı fikirlərin hansı səhvdir? Yoldumu izimi çəkib aparan? Yoldumu izimi çəkib aparan? Mənəmmi bu yolun inadın qıran? Kim idi yanımdan ötdü çaparaq, kim idi uzaqdan əl edib duran? Deməli, aparan, qıran, duran. A, B, A şəklində. Şeirdə heca vəzn əlamətlərini müşahidə etmək mümkündür. Bəli, qafiyəyə görə doğrudur. Misralın hər birinin bölgüsü 6+5-dir. Yoldumu izimi çəkib aparan? Mənmi bu yolun inadın qıran? Mənəmmi bu yolun inadın qıran? Kim idi yanımdan ötdü çaparaq, kim idi uzaqdan əl edib duran? Hər birində 6+5-dir. Doğrudur. Çarpaz qafiyə olsaydı 1 ilə 3, 2 ilə 4 həm qafiyə olardı. Bu səhvdir. Rədifdən istifadə olunmayıb. Düzdür, eyni ölçülü səslər, bəli, bu da doğru fikirdir. Səhv variantımız nədir? C variantıdır. 83. Cahargah əfsanəsindən seçilmiş hadisələrin məzmun üzrə ardıcıllığını bizdən soruşur. Deməli, xalq alimin evə getməsinə mane olur. Bu sondadır. Sonlarına doğrudur da. Alim Zınqurovun yerlərini dəyişdirmək istədiyin səbəbini, deməli, xalq alimə üç gün möhlət. Deməli, alimi çağırırlar, deməli, alimə 3 gün möhlət verilir ki, fikrini bizə deyərsən. Birinci gələcək, 2 gələcək. Daha sonra alim imtina eləyir sarayda yaşamaqdan. Sonra şah əsəbləşir, vəzirə 40 gün möhlət verir ki, onu gözdən salmaq üçün suallar hazırlar. Sonra sualların cavabını verən alimi evə getməyə qoymurlar. Sonra 1 gələcək. Alim Zınqurovların yerini dəyişmək istədiyin səbəbini deyir. Sonra da 4 gələcək. Cavabımız olacaq 2, 3, 1, 4. Nümunədə işlənmiş bədii ifadə vasitələrini bizdən soruşur. Deməli, ifadə vasitəsini soruşursa, Təbriz yolu həsrətindən bil yanar. Vay, yol həsrətdən yanar. Ayaq bassan, ayaq yanar. Yol yanar. El demişkən kül quruyar, sal yanar. Qurumazmı gözlərində yaş sənin? Sən deməli kül quruyub sal yanar, amma sənin gözlərindəki yaş qurumazmı? Bədii sual varmı? İfadə vasitəsini soruşur, var. Müəllim, təkrir yanar, yanar, axı bil, yol, sal həm qafiyədən sonra təkrarlanıbdır. O rədifdir, bir yoxdur, kinaya yoxdur, litoda yoxdur. İnversiya var, sonuncu misrada gözlərində sənin gözlərindəki yaş qurumazmı? İnversiya var burada və şişirtmə də burada, hadisənin şişirdilməsi də var. Cavabımız oldu 2, 3, 6. 85. Nümunə ilə bağlı hansılar doğrudur? Xəyallar gözümü yorur eləcə, yuxuma daş atıb qaçır xəyallar. Deməli, xəyal yuxusuna daş atır. Gecə öz taxtında dincələ bilmir. Gecə, axşam öz taxtında dincələ bilmir. Qapısını bağlayır, açır xəyallar. Baxaq görək nə var. Deməli, xəyallar gözümü yorur. Yuxuma daş atıb qaçır xəyallar. Bir də baxıram, bütün misralarda metafor işlənibdir. Xəyalların gözümü yorması, yuxuma daş atıb qaçması, gecənin öz taxtında dincələ bilməməsi, nə bilim, qapını açıb bağlaması. Burada metafor var. 2-ci və 4-cü misrada xəyallar sözü rədif kimi işlənibdir. Qaçır xəyallar, açır xəyallar. Bu da düzdür. Bütün misralarda inversiya. Gecə öz taxtında dincələ bilmir. Yalnız, deməli, 4-cü misradadır inversiya. Ona görə bu səhvdir. Misraların hər birinin daxili bölgüsü 6+5-dir. Xəyallar gözümü, bax, silin bunu. Xəyallar gözümü yorur eləcə. Yuxuma daş atıb qaçır xəyallar. Gecə öz taxtında dincələ bilmir. Qapısını bağlayır, açır xəyallar. 6+5-dirmi? 1, 2, 3, 4, 5, 6, 1, 2, 3, 4, 5, 6, 1, 2, 3, 5, 6, 1, 2, 3, 4, 5, 6. Bəli, 6+5-dir, doğrudur. Gecə və xəyal sözləri bədii təzad yaradıbdır. Səhvdir. Cavabımız oldu 1, 2 və 4. 86. Alt-alta gələn və qafiyələnən iki misraya rast gəlmək mümkündür. Alt-alta gələcək.
və qafiyələnəcək iki misraya rast gəlmək mümkündür. Hansı janrda? Baxaq. Deməli, qitənin ilk beyti A, B, C, B deyib buna ola bilməz. Qəzəlin ilk beyti A, A, B, A, C, A bu mümkündür. Rübainin ilk iki misrasında rübainin qafiyə quruluşu A, A, B, A şəklindədir. İlk iki misra düzdür. Rübainin son iki misrası B, A-dır, mümkün deyil. Müxəmməsin ilk bəndinin 3-cü və 4-cü 5 dənə A-dırsa, 5 dənə A-dırsa, 1, 2, 3, 4, 5 dənə A-dırsa, 3-cü və 4-cülər deməli, həm qafiyələnə bilir. Cavabımız oldu nə? 2, 3 və 4. Dərzi şagirdi Əhmədin nağılında iştirak edən surətlərlə bağlı uyğunluğu. Şah Abbas, Vəzir Allahverdi və Pəri Sultan. Baxaq. Deməli, Əhmədin ona olan qəzəbi sona kimi dəyişməz olaraq qalır. Bu anı heç yerə yazmayasıq. Əhmədin zindana salınmasının səbəbini onun özündən öyrənir. Bəli, Pəri Sultan elə onun özündən öyrənəcək. Onun təklifi Əhmədin öldürülməsinin qarşısını alır. Bəli, Şah Abbas Əhmədi öldürmək istəyir. Saraya ilk dəfə onu çağıranda, yuxunu mənə danış deyəndə. Öldürmək istəyəndə Vəzir Allahverdi xan deyir ki, bəs sən onu öldürürsən, yuxunu kimdən öyrənəcəksən? Onun əmri ilə Firəngiz padşahın sualına cavab tapmaq üçün Əhmədi zindandan gətirirlər. Demək, əmri ilə, kimin əmri ilə? Şah Abbasın. Əhmədin gördüyü yuxuda onunla bağlı heç bir məqam olmur. Bəli, yuxuda nə görmüşdü? Görübdü ki, ay onun başı üzərində doğur, birdən qara bulut gəlib onun əlindən alır. Yuxunun açması o idi ki, Pəri xanım ay idi, Şah Abbas da bulud idi. Allahverdi xanla bağlı orada heç bir məqam yoxdur. Cavabımız olacaq 1-ə D variantı, 2-yə C ilə deməli 1-ə D variantı, 2-yə C ilə Y variantı, Y variantı. 3-ə də deməli B variantı olmuş olacaq. Deməli 89 və 90-cı sual baxasıyıq. 88, 89 və 90 bu 3 suala. Deməli, burada bir nümunə veribdir. Həmin nümunəyə əsasən biz sualları cavablandırmış olasıyıq. Baxaq. Deməli, Xavərnəq qəsrinin tikilməsi ilə Xan Sarayı əfsanəsindəki usta surətləri ilə bağlı ortaq fikirləri biz nə deyəcəyik, nə deyə bilərik? Çox şey deyə bilərik. Məsələn, bax burada həm deməli Xan Sarayı əfsanəsindəki deməli usta, eləcə də bax buradakı simnar nə tikirlər? Bir qala tikirlər. Orada saray tikir, daha doğrusu usta. Burada nə tikdi? Gözəl imarəti, gözəl bir imarət tikirlər. Ortaq fikirdir. Hər ikisi şahın göstərişi ilə gözəl bir imarət tikirlər. Belə bir fikir yaza bilərsən. Başqa bir ortaq fikir, hər ikisi deməli şahın qəzəbinə tuş gəlir. Başqa bir ortaq fikir belə yaza bilərsən. Fərqli cəhət kimi də biz nə yazacağıq? Biz yaza bilərik ki, deməli Xan Sarayı əfsanəsindəki ustanın əvvəlcə əlləri kəsilir, daha sonra öldürülür. Amma Simnar ustanın isə neyniyir? Simnar usta isə qaladan atılır, həyatını tapşırır. Belə bir fikir yaza bilərik. Bu və ya buna bənzər fikirlər. Deməli, bu qəsrin tikilməsi əsəri Ağıllı Uşaq nağılının müqayisəsi. Hər iki əsər şifahi xalq ədəbiyyatı nümunəsi hesab olunur. Biri şifahi, digəri yazılıdır. Ağıllı Uşaq nağıldır, yazılı ədəbiyyatdır. Bu Xavərnəq qəsrinin tikilməsi biz görürük ki, burada Nizami Gəncəvin 7 gözəl poemasının birinci hissə əsasında hazırlanıbdır. Poema içərisindədir. Ona görə biri şifahi, digəri yazılı ədəbiyyat nümunəsidir. Bunu yazırsan və əsaslandırırsan burada. Nağıl şifahi xalq ədəbiyyatı nümunəsi də əsaslandırmağında da bu çox rahat olacaq. Digəri isə Nizami Gəncəvinin filan əsərindən nümunə olduğu üçün o yazılı ədəbiyyat nümunəsi də Nizami Gəncəvi yazılı ədəbiyyat. Bu tərəfdən hər iki əsərin eyni ədəbi növə aid edilə bilməsi mümkündür, yoxsa yox? Mümkündür. Çünki Ağıllı Uşaq nağıl epik növdədir. Bu da poemadan bir parça olduğu üçün poemada epik növdədir deyib bu şəkildə əsaslandıra bilərsən. Nömrələnmiş hissələrlə bağlı doğru və yanlış. Sadəcə əsaslandır demir da. Bayırı bəzəkli bir göy aləmi, içərisi rahat bir behiş kimi. Burada həm təsvir, həm ifadə. İfadə vasitəsində var ki, bayırı çölü bəzəkli bir göy aləmi kimidir, içərisi rahat bir behiş kimidir. Burada yalnız nə olacaq? Təsvir vasitəsi olacaq. Hər ikisi işlənib deyirsə yanlış. Sonra altdan xətt çəkilmiş hissə metonimiyadır. Günəş baş verəndə üfüqdən yenə
Sarayda dönərdə günəşin rəngini. Günəşin rəngi nə var ki, sarı rəngdədir. Sarayda gün düşəndə saray da günəşin rənginə deməli dönərdi da. Yəni o rəngi alardı. Burada metonimiya yoxdur. Yanlışdır. Metonimiya hesab oluna bilər deyir. Yanlışdır. Neymanın sualı bədii sual hesab olunar. Çoxlu pul versəm desəm daha yaxşısını tikə bilərsənmi? Deyir bəli. Sualına cavab verir. Burada da bədii sual falan yoxdur. Bu da yanlışdır. Bu da belə. Bu qədər. Təşəkkür edirəm izlədiyiniz üçün.